ekranda çöz funksiyası işlesin. Değil mi? Ama Ses funksiyasının içinden olarak TD'nin ama hal-hazırda buna da basanda, buna da hamısında chess funksiyası işləyir. Biz isə hələ yadımızdadır kalkulatorun dövründən danışanda sizdən demişik ki, əgər eyni funksiya bir neçə yerdən çağrılırsa, ona mütləq şəkildə nə vermək lazımdır? Argument vermək lazımdır. Bəli. Çünki bu TD'nin kliki ilə bu TD'nin kliki fərqlənməlidir. Yəni ki, biz buna verməliyik ki, biz hansı xanaya getməsini istəyirik. Hal-hazırda hansı TD-yə biz klikləmişik. Yəni biz burada qısaca I ilə J-nın koordinatlarını verməliyik. Çünki bizdə hər bir TD-nin I ilə J-sı var. Düzdürmü? Onun üçün bura onun row və kolunu vermək istəyirəmsə, bura bir dənə I, bir dənə də J-nı parametr kimi verməliyim. Tamam? İndi baxsaq görəcəyik ki, baxın, hər bir funksiyanın içərisində, hər bir TD fərqli koordinatlar verir. Tamam? Beləliklə, buna basanda ad bura gələcək, buna basanda bura gələcək, buna basanda bura gələcək, buna basanda belə gələcək. Düzdürmü? Yox? Dedim, axı TD'nin içindən verdim. Okay? Yes. İndi isə mən sizdən bir dənə də şey istəyirəm. Yüzsüz şey istəyirəm. Versiz, şirin, qəşəng, gözəl bir şey istəyirəm mən sizdən. Ha? Hardan bilin? Bir dənə o qaldı. Bəli. Mən istəyirəm ki, bizim ad hansı xanada olursa olsun, baxın mən onu elə götürdüm ki, bilinmir ki, o taxtanın harasındadır. Tamam mı? Amma istədiyimiz odur ki, ad harda olursa olsun, onun gedə biləcək xanaların içərisində belə bir ulduzlar əks olunsun. Yəni ki, biz bilək ki, ad hara gedə bilər, hara gedə bilməz. Bəli. Tam belə möhtəşəm bir şey. Amma bu asan məsələ deyil, bu çətin məsələdir. Bunun üçün fikirləşmək lazım. Fikirləşmək üçün də o sizin o, yəni baş deyirlər ona. Row minus 2 və call üstə gəl 1. Düzdür? Amma başa düşdün niyə gəlir? 100%. Hə. Tamam. Okey. Buradakı ulduzlara keçirik. Bu row minus 1'dir. Call minus 2'dir. Düzdürmü? Burası row minus 1. Ondan sonra ne? Call plus 2. Bəli. Tamamıyla doğruldu. Ondan sonra buradaki ulduzlar necədir? Row üstə gəl 1. Call çıxılsın 2. Burada row üstə gəl 1. Call üstə gəl 2. Aha. Tamam. Başka bir de bunlara baxırıq. Burada da row üstə gəl 2. Call minus 1. Burada da row üstə gəl 2. Call üstə gəl 1. Düzdürmü? İndi bunların hamısına baxdığımız vaxtı bunların ortak xüsusiyyəti nədir? Nə? Ya 2-1'dir ya 1-2'dir. Ya 2-2 var mı hardasa? Yok. 1-1 var mı hardasa? Yok. Yani biri 1'dirsə o biri 2'dir. Ya onun için bunlardan hər hansı birini götürürəm. Mən hər hansı birini hiç fərqi yoxdur. Tamam mı?
Bu nədir? Bu deməkdir ki, biz hər bir xananın koordinatları nədir bizdə? I və J. Düzdürmü? I rollar üçün və J şeylər üçün, kollar üçün. Düzdürmü? Belə bir tənlik əmələ gəlir. I bərabərdir rho minus 1, məsəl üçün J bərabərdir kol plus 2 və ya da minus 2. Tamam mı? Və daha doğrusu və ya da deyə bilərik. Tənliyi bu formada da modify edə bilərik. Məsəl üçün rho-nu keçirdə bilərik bu tərəfə. Tamam? Kolu keçirdə bilərik bu tərəfə. Və bizdə belə bir tənlik alınır. I ilə rho-nun fərqi ya plus 1 olmalıdır, ya minus 1 olmalıdır. J minus kolun fərqi ya plus 2 olmalıdır, ya minus 2 olmalıdır. Düzdürmü? Və ya necə yazılır? Belə. Və ya. Bu fərq olmalıdır ki, bu fərq olmalıdır 1. Düzdürmü? Yes. Ya 1-2 olmalıdır, ya 2-1 olmalıdır. İkisindən biri. Düzdür? Ama bunlar ya 2 olabilir, ya minus 2 olabilir. Bu ya 1 olabilir, ya minus 1 olabilir. Düzdürmü? Plus minusu biz necə göstərirdik? No, elə deyil. Ya plus olabilir, ya minus 1 olabilir. Biz bu formada gösteririk. No. Nectar false. Hiç şeyler danışırsınız. Bizdə yadınızdadırsa, Math kitabxanasında var idi belə bir metod. Absolute. Bəli, absolute nə idi? Modul. Modul hər zaman bizə müsbət bir şey verir. Düzdürmü? Yes. Ona görə burada deyirəm ki, bunun absolutu 1'dirsə, o birinki 2 olacaq. Bunun absolutu 2'dirsə, o birinki mütləq şəkildə 1 olacaq. Bu bizim şərtimizdir. Əgər bu şərt yerinə yetirilirsə, o zaman ulduz qoyulmalıdır. Hansı hissəni başa düşmədin? O iyi tasarruf falan yazsın. Aha, bəli. Neyini başa düşmədin? Neyini başa düşmədin? Yani bu bizde i değil. Bu bizde z. Yani ki i beraberdir rho çıxılsın 2. Yani bu belədirsə, o zaman bunu belə yaza bilərik mi? Her şey. Bu plus 1 olabilir, minus 1. Plus 2 olabilir, minus 2 olabilir. Ama o zaman biz bunu böyle yazırız. Bunun plusu da minusu da 2'dir. O da düzdür mü? Ve salonda yani ki bu ise bu şekilde yazılır JavaScript içerisinde. Bitti. Ona göre size diyorlar ki, ne derler? Riyaziyat biliklerin neydi? Paşahıdır. Vat. Siz ise riyaziyatı okumurdunuz mektepte. Okumuşsunuz. Ha? Niye bir beni eşit oldun desem böyle. Yürümedim ben bu tarz bir şey fikirləşdim. Siz o zaman düz yürümedim. Neyi sən fikirləşdin? Mən niyə izah elədim? Fikirləşməyi evdə elə. Burada isə mənim izahlarıma qulaq as. Yani 1-2 nədir? 1-2 de budur. Burası rho. Burası kol. Eğer bu koldursa bunun koordinatları nedir? Bu rho'du. Bu rho plus 1'di, bu rho minus 1'di. Bu rho plus 2'ydi, bu rho minus 2'ydi. Deməli bu rho minus 2'ydi, kol ise minus 1'di. Yazmışıq. Rho minus 2, kol minus 1. Ne? Ben şöyle yapsam sen para almıştım. Neyi? Ya Funksiya. Bu funksiya değil. Bir grafik şeylerde, dijital şeylerde sıfır bulduk. Bu x koordinatıdır, bu ise y koordinatıdır. Yani bu böyle arta gelir, bu böyle arta gelir. Yani ki burası koldursa bu kol plus 1'di, kol plus 2'ydi, kol plus 3'tü. Bu kol minus 1'di, kol minus 2'ydi, kol minus 3'tü.
Şu. Sen ince saklamışsın bilmiyorum ama düzgünü budur. Bu. Ve bunu da silmek lazımdı yoksa izi kalacak ekranın üstünde. Böyle. Tak. Yaxşı. Bunları çıkarttıktan sonra gelirik bura kodumuza ve sadece koda şərti değiştiririk. Yani qabaqlar belə idi və bura ad gəlirdi. Biz indi bura bunu əlavə edirik. Və deyirik ki, əgər bu şərtlər yerinə yetirilirsə o zaman bura ulduz gələcək. Əks halda isə boş olacaq. Şu. Mesela şu tamam. Yani ki burada yegane şey odur ki bu uzundur. Ve beraberlik de JavaScript'te bu şekilde olduğuna göre bunları düzeltmek mecburiyetindeyiz. Şu. Bakırıq. 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 Oley! Bakın. Pik. 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 Her gedirse geçsin gideceği şeyler ulduzlarla gösterilir. Tamam. Böyle işler. Bunu da qəşəng güzel yarattık. Bu asan şey değil burada. Babat şey. Yani böyle. İstəyirsinizsə bunu mən sizə buluya bilərəm. Akşamüstü evdə baxıb ağlayarsınız. Hə. Вот. И son tapşırıq sizə verirəm bugünlük. Ama bunu özünüz eləyin. Mən sizə aradan çıxaram. Bilirsiniz nədir? Madem ki bizim atın gedə biləcəyi xanalarda ulduzlar var, zəhmət olmasa elə bir kod yazın ki, ulduzsuz xanaya at gedə bilməsin. Yani vurduğumuz vaxt ora getməsin, ancaq ulduzlu xanaya bastığımız vaxt ora getsin. Tamam? Bunu fikirləşin necə eləmək olar? Məncə heç də çətin bir şey deyil. Niyə? Çünkü sadece bakacağız. Xanada ulduz varsa onun içerisine 10 klik yazılacak. Xanada ulduz yoksa o zaman ora 10 kliki yazmağa ihtiyaç yoktur. Beləsinə. Bu arada kodu yenilədim ve buradaki kodları da size göndərirəm.